Sadə, düzəltmə, mürəkkəb. Baxın, əşyanın hərəkətini bildirir. Sözü səhvdir. Çünki feildə artıq əşya yoxdur. Elə sadəcə hərəkət bildirir. Desək doğru olur. Feilə qurulursa digər nitq hissələri kimi olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə feillər ya bir kök, ya da kök və qrammatik şəkilcə. Düzəltmə feillər kök, leksik şəkilcə, mürəkkəb feillər iki kökün birləşməsindən yaranır. Sadə feillərə məsələn deyirik, bax, bir kökdür, sadə, baxır, zaman şəkilçisidir, qrammatikdir, yenə sadə. Yaxud da içdi, zaman şəkilçisi, qrammatik sadə. Və yaxud da deyə bilərik, gəlsə, sasə, şərt şəklinin şəkilçisidir, yenə qrammatikdir, sadədir. Düzəltmə feillər düzəlir leksik şəkilçilər vasitəsilə. Hansı şəkilçilərdir? Məsələn, varımızdır, deməli, lül. Bax, baxıl. Məsələn, sənədə baxıldı mənasında. Düzəltmədir. Yaxud da var, iş, uş. Yaz, yazış. Yazışmaq. Sonra varımızdır, dir, dur. Bax, baxdır. Baxdırmaq. Leksik şəkilçi. Və yaxud da al, əl. Düzəl, neyt. Sonra varımızdır, lan, lən. Lan, lən. Məsələn, deyə bilərəm, ayaqlan. Neyt. Ayaq, ayaqlan. Ayaq sözün kökü, ayaqlamaq, ayaqlanmaq. Və yaxud da laş, ləş. Deyə bilərik, qucaqlaş. Qucaqlaş. Burada qucaqla, qucaqlaş. Bunlar daha çox işlənən feil düzəldən şəkilçilərdir və leksik şəkilçilərdir, düzəltmə feili əmələ gətirir. Bir də varımızdır mürəkkəb feillər. Mürəkkəb feillər iki kökün birləşməsindən yaranır. Mürəkkəb feillər adətən bir də defislə yazılır, bir də ayrı yazılır. Bitişik yazılanlar istisnadır. Dilimizdə cəmi 4 dənə bitişik yazılan mürəkkəb feilimiz var. Birinci onları yazaq. Sağollaşmaq. Xuda hafizləşmək. İstiyotlamaq. Bir də deyirik, xoşallanmaq. Bu 4 feillər mürəkkəbdir, bitişik yazılır. Birincidə sağ və ol sözlərin birləşməsi. Xuda, tanrı, hafiz, isti, ot, xoş, bir də hal. Baxın, demişdik ki, bu söz irazılığı dərsində vurğulamışdıq ki, bir sözdə iki kök olsun, nə qədər leksik və qrammatik şəkilçi olur olsun, o yenə də mürəkkəb söz sayılır. Burada hər birində iki kök var, baxmayaraq ki, leksik şəkilçi var, bunlar yenə də mürəkkəb feil sayılır, düzəltmə feil sayılmır. Ayrı yazılanlar hansılardır? Ol, et, bil, qıl. Bunlara deyirik tərkibi feil əmələ gətirən sözlər. Tərkibi feil yaradır ayrı yazılan. Ol, et, bil, qılı deməli, frazoloji birləşmələri keçəndə sabit söz birləşmələrini vurğulamışdıq ki, bunlar frazoloji birləşmə olmur. Niyə? Həqiqi məna verir ona görə. Amma deməli, mürəkkəb feil əmələ gətirir. Diqqətli olmaq lazımdır. Olmaq sözü yaşamaq və ya iştirak etmək mənasını verərsə, bu zaman sərbəst olur. Yəni, sadə olur. Mürəkkəb olmur. Nümunə yazaq, aydın olsun. Məsələn, yazırıq ki, mən həkim oldum.
İkinci cümlədə mən Bakıda oldum. Bir də deyirik ki, mən iclasda oldum. Deməli, sonuncudan başlayaq. Mən iclasda oldum, yəni nə məna verir? İştirak etdim. İclasda iştirak etdim. Bu zaman sual verəndə nə etdim? Oldum. Kim mən? İclasda da gedər. Cümlənin zərfliyi. Yəni ayrılar. Yanındakı sözdən ayrıldığı üçün sadə olar. İkinci cümlədə mən Bakıda oldum. Nə etdim? Oldum. Harada? Bakıda, məndə mübtəda. Deməli, yenə iki söz ayrıldı. Sadə feildir. Orada olmaq. Nə mənası verir? Yaşamaq. Yəni mən Bakıda yaşadım. Birinci cümlədə mən həkim oldum. Burada nə yaşamaq, nə də iştirak etmək mənasını vermir. Onun üçün həkim olmaq bir yerdə mürəkkəb feil gedir. Həkim olmaq, mühəndis olmaq, daha sonra müəllim olmaq, bunlar deməli mürəkkəb feil sayılır. Yox, əgər yaşamaq və ya iştirak etmək mənasını verirsə, bu zaman olmaq sözü ayrılıqda, təklikdə sadə feil sayılır, mürəkkəb feil sayılmır. Yaxud da bilmək feili. Bilmək feilindən əvvəl a, ə, ya, yə şəkilçili söz gələrsə, bu zaman bilmək feili mürəkkəb olur. Yəni, özündən əvvəlki ilə birlikdə təhlil edilir. Gəlməzsə sadə olur. Məsələn, mən dərsi oxuya bildim. Bir də deyirəm, mən dərsi bildim. Birinci cümlədə bilməkdən əvvəl ya, yə şəkilçili söz var. Nə etdim? Oxuya bildim. Burada mürəkkəb feildir. İkinci cümlədə bilməkdən əvvəl a, ə, ya, yə şəkilçili söz yoxdur. Nə etdim? Bildim. Nəyi? Dərsi. Burada ayrı-ayrı götürülür. Əgər ayrı-ayrı götürülürsə sadə sayılır, birlikdə götürülürsə mürəkkəb sayılır. Qılmaq feili hər zaman mürəkkəbdir, namaz qılmaq. Etmək feili. Etmək feili yerinə yetirmək. Yerinə yetirmək, icra etmək mənasını versə, bu zaman olacaq sadə. Bu mənanı verməsə mürəkkəb. Məsələn, deyirəm ki, mən tapşırıqlarımı etdim. Nə etdim? Etdim, yəni icra etdim, yerinə yetirdim. Nəyi? Tapşırıqlarımı. Birinci söz oldu cümlənin, burada xəbər, digər yanındakı oldu, tamamlıq, yəni ayrıldı, sadə getdi. Bir də deyirik ki, məsələn, mən anama kömək etdim. Nə etdim? Kömək etdim. Kim? Mən, kimə? Anama. Burada kömək etdim parçalanmır. Yaxud əsgərlərə yardım etdim. Qocaya hörmət etdim. Bunların heç birində parçalanmır. Bir yerdə gedir, mürəkkəb feil olur. Amma yerinə yetirdim, icra etdim mənasını versə, bu zaman sadə olur. Məsələn, tapşırığımı etdim, dərsimi etdim, işimi etdim. Bunlar da sadə feil sayılır. Deməli, olmaq, etmək, bilmək, qılmaq həm tərkibi feil, yəni mürəkkəb feil, həm də sadə ola bilər. Qılmaq hər zaman mürəkkəb gedir. Olmaq, yaşamaq, iştirak etmək mənasında cümlədə o mənanı verərsə sadə, digər mənalarda mürəkkəb. Bilmək, özündən əvvəl a, ə, ya, yə gələrsə mürəkkəb, gəlməzsə sadə. Etmək, yerinə yetirmək, icra etmək mənasına verərsə, bu zaman olacaq, deməli, yerinə yetirmək, icra etmək. Sadə, verməzsə mürəkkəb. Sonra bu oldu ayrı yazılan mürəkkəb feillərimiz. Bitişik yazılanları vurğuladıq. Bir də qaldı defisdə. Defisdə yazılanlar əks mənalı, yaxın mənalı, eyni sözün təkrarı. Məsələn, deyirəm ki, baxa-baxa. Eyni sözün təkrarı.
yaxud da atılıb düşmək. Əks mənalı. Deyib gülmək. Yaxın mənalı. Bunlar defislə yazılanlardır, mürəkkəb fe'llər. Deməli, mürəkkəb fe'llər adətən yazılar defislə və yaxud da ayrı. Bitişik yazılanda 4 dənə istisnasıdır. Sağollaşmaq, xudahafizləşmək, xoşallanmaq, istiyotlamaq. Sonra gəldiyi fe'llər təsdiq və inkarda olur. Təsdiq fe'llər hərəkətin icra edildiyini bildirir. Məsələn, yazır, baxdı, görər. İnkar fe'llər ya mamə inkar şəkilçisi, ya da deyil hissəciyi ilə yaranır. Və bu şəkilçi qrammatikdir. Məsələn, yazmadı. Yaz sözün kökü, qrammatik, qrammatik, inkar. Yaxud da yazası deyil. İnkar. Deməli, təsdiq fe'llər şəkilçisi yoxdur, işin icra edildiyini bildirir. İnkar fe'llər ya mamə inkar şəkilçisi, ya da deyil hissəciyinin köməyi ilə yaranır. Mamə inkar şəkilçisi də qrammatik şəkilçisidir. Sonra fe'llərimizdə var. Şəkillərlə zamanların növbəti dərs keçərik bir dərs kimi. Bu dərs danışırıq fe'lin qrammatik məna növləri. Fe'lin qrammatik məna növləri hansılardır? 1. Məlum növ. Məlum növün özünə məxsus xüsusi şəkilçisi yoxdur. İşi görən qrammatik cəhətdən məlumdur. Yəni, subyekt məlumdur. Yer gəlmişkən növlərdə obyekt, subyekt sözünü işlədəcəyik. Obyekt əşya, yəni üzərində iş görülən, subyekt şəxs, yəni işi icra edən tərəf, şəxs. Məlum növdə obyekt, subyekt bunlar məlum olur. Məlum növün özəl şəkilçisi yoxdur. Özəlliyi nədir? Quruluşsa sadə, düzəltmə, mürəkkəb. Yəni, üçü də ola bilir. Digər növlər sadə ola bilməz. Ya düzəltmə olar, ya mürəkkəb olar. Çünki şəkilçisi var. Məlum növdə şəkilçisi yoxdur, ona görə sadə ola bilər. Məsələn, Leyla dərsi bildi. Baxıram fe'lə. Fe'l bildidir. Şəkilçi qəbul etməyib. Yəni, növə özəl şəkilçi qəbul etməyib. Olacaq deməli, məlum növ. Və işi görən məlumdur. Leyla. Yaxud da mən dərsə getdim. Mən. Sən dərsini oxudun. Sən. İşi görən məlumdursa, məlum növ. İkinci. Məhsul növ. Il, il, ulül, ın, inunün və n şəkilçisi düzəlir. Növlərdə tək n şəkilçisi var, amma tək l şəkilçisi yoxdur. Tək n var, l yoxdur. Məhsul növdə mübtəda var, özəlliyi budur. Mübtəda var, şəxs yoxdur, loru dildə desək, şəxs yoxdur. Yəni, obyekt var, əşya mübtədadır da, obyekt var, subyekt yoxdur, şəxs, subyekt yoxdur. Məsələn, su səpildi. Nə etdi? Səpildi, nə? Su. Mübtəda var. Səpil, şəkilçisi də var. Oldu məhsul. Kimin səpdiyini bilmədik. İşi kim edib onu bilmirik. Yol çəkildi. Nə etdi? Çəkildi. Nə? Yol. Çək, çəkil. Şəkilçi var. Mübtəda var. Əşya mübtədadır. Amma kimin icra etdiyini bilmirik. Yaxud da yun darandı. Otaq bəzəndi. Paltar yuyuldu. Qab yuyuldu. Bunlar hamısı məhsuldur. İşi kimin elədiyini bilmirik. Obyekt deməli var, subyekt bəlli deyil.
obyekt cümlənin mübtədasıdır. Şəkilçisi də ı-li-lu-lül, ı-ni-nu-nün və n şəkilçisi ilə düzəlir. Üçüncü. Üçüncü var qayıdış növ. ı-li-lu-lül, ı-ni-nu-nün yenə n şəkilçisi ilə düzəlir. Loru dildə desək, işi öz üzərində icra edir. Məsələn, hava tutuldu. Qarı deyildi. Baxın, deməli tutul şəkilçisi var və hava özü tutulduğu üçün olur qayıdış. Yəni kimsə bir subyektə ehtiyac yoxdur. Qarı deyindi. Deyil şəkilçisi var və özü deyinir. Sizə sualda əgər düşərsə ki, nə zamansa qarşınızda feilin hansı qrammatik məna növündə obyektlə subyekt eyni olur. Qayıdış növdə obyektlə subyekt eyni olur. Yəni özü icra eləyir, öz üzərində olur. Obyekti də, subyekti də eynidir. Tutuldu nə hava, deyindi kim, qarı, şəkilçisi var və işi öz üzərində gördüyü üçün olur qayıdış. Dördüncü. İcbar növ. Dır, t. Şəkilçisi ilə düzəlir. İşi başqasına gördürür. Ona görə icbar növdə ən az 2 subyekt olur. Yəni ən az 2 tərəf də olur. Biri desin, digəri. Bir dənə dır yazmasa, sonra işıq düşür, görə bilmirəm. Qeyd edirəm ona görə. Dır, t. Aha, çox sağ ol. Deməli, işi başqasına gördürür. Deməli, icbar növdə ən az 2 subyekt olmalıdır. Biri desin, biri icra etsin. Məsələn, o meyvələri yığdırdı. Yaxud da otağı sildirdi. Meyvələri yığdırdı da. Yığ sözün kökü, dır, icbar. Sildirdi, sil sözün kökü, dır, icbarın şəkilçisi. Otağı sildirdi kiməsə. Biri deyir, digəri silir. Meyvələri yığdırdı. Biri deyir, digəri yığır. Əgər yazsaydı ki, meyvələri yığdım. Bu zaman məlum olardı. Həm şəkilçisi yoxdur, həm də özü icra edib. Yaxud da işığı yandırdım. Burada da dır var. Lakin məlum növdür. Çünki edən özüməm. Burada ən az 2 subyekt olmalıdır. Biri deyib, digəri icra edən tərəf. Deyən və icra edən tərəf eyni ola bilməz. İşığı yandırdımda mən yandırmışam. Bu olur məlum növ. Amma məsələn desəm ki, məktubu yazdırdım. Mən dedim kimsə yazdı. Başqasına elətdirirəm. İcbar başqasına elətdirməlidir işi. Sonra gəldik 5-ci. Qarşılıq növ. Iş, ş şəkilçisi ilə düzəlir. Burada da subyektin sayı 2 olmalıdır. Çünki qarşı-qarşıya icra edir. İş qarşı-qarşıya icra olunur. Məsələn, yazışdıq. Uşaqlarla yazışdıq. Salamlaşdıq. Yaz, yazış şəkilçisi var. Salamla, salamlaş. Bu şı qarşılığın şəkilçisidir. Qarşılıqda 2 tərəf olur. 2 tərəf bir-birinə salamlaşır, 2 tərəf yazışır, baxışmaq, 2 tərəf baxışır, görüşmək, 2 tərəf qarşı-qarşıya görüşür. Bunlar qarşılıqdır.
en az 2 subyekt olur. 2 tərəf olur. 6-cı. Bircəlik növ. Yenə ış, iş, uş, ş şəkilçisi düzəlir. Lakin fərqi bircəlik növdə şəkilçisi eynidir, qarşılığı ilə eynidir. Fərqi qarşılıqda 2 tərəf olur. Bircəlikdə iş bircə şəkildə icra olunur. Məsələn, quzular mələşdi. Burada ş bircəlikdir. Qızlar gülüşdü. Iş, iş, uş bircəlikdir. Bircəlikdə tərəf sayı 2-dən artıq olur. Desək ki, hansında subyekt sayı çox olur bircəlikdə. Hansında ən az 2 subyekt olur, qarşılıqla icbarda ən az 2 subyekt olur. Bir də varımızdır 7-ci şəxssiz növ. Şəxssiz növ düzəlir. Deməli, ıl, il, ul, ül, ın, in, ün, n. Şəxssizi, məchulun, qaydışın şəkilçisi eynidir. Qarşılıqla da bircəliyin şəkilçisi eynidir. Şəxssiz növün özəlliyi nədir? Mübtəda olmur. Və işi icra edən bilinmir. Deməli, məchulda dediyi mübtəda var, işi icra edəni bilmirik. Şəxssiz tam tərsi, mübtəda da olmur, işi icra edən də bilinmir. Məsələn, yazırıq ki, məsələyə baxıldı. Şəkilçi ıl, il, ül. Həm məsələyə kimin baxdığını bilmirik, həm də mübtəda yoxdur. Baxıldı. Nəyə? Məsələyə. Mübtəda kimlə, hara sualına cavab verir. Tamamlıq var. Loru dildə desək, adətən şəxssiz növdə yönlü hal işlənir. Məsələyə, söhbətə, iclasa. Məsələn, iclasa nəzarət olundu. Söhbətə, məsələn də diqqət yetirildi. Qocaya hörmət olundu. Körpəyə nəzarət olundu. Bunlar hamısı şəxssizdir. Adətən yönlü halda işlənən söz olur. Mübtəda da yoxdur. Yəni kimlə, hara sualına cavab verən söz yoxdur. Və kimin icra etdiyi də yoxdur. Şəxs də yoxdur. Burada elə bir şey, obyektlə subyekt məlum deyil. Belə desək. Bu olur şəxssiz. Deməli, bizə test tapşırıqlarında qarşımıza çıxsa ki, feilin hansı növü qurulursa sadə düzəltmə mürəkkəb olur. Bu məlum növ. Hansı növün özünə məxsus şəkilçisi yoxdur, məlum növ. Hansı növlərin şəkilçiləri amonimdir? Deməli, məchul, qaydış, bir də şəxssiz. Üçü bir, qarşılıq bircəlikdə bir. Sonra, özəllikləri nədir? Məchulda mübtəda var, kimin elədiyini bilmirik. Subyekt məlum deyil. Qaydışda obyekt, subyekt eynidir, işi öz üzərində görür. İcbarda ən az 2 subyekt olur. Biri deyir, biri icra edir. Qarşılıqda ən az 2 subyekt olur. İş qarşı-qarşıya görülür. Bircəlikdə 2-dən artıq subyekt olur. İş bircə şəkildə icra edilir. Şəxssizdə deməli, mübtəda olmur. Kimin icra etdiyi məlum olmur. Daha sonra laş-ləş şəkilçisi və lan-lən şəkilçisi. Söz yaradıcılığı dərsində bunu vurğulamışdıq. Bəzən bu şəkilçi parçalanır. 2 leksik kimi təhlil olunur. Bəzən bu şəkilçi bütövlükdə 1 leksik şəkilçi kimi təhlil olunur. Bunu necə tapırıq? Maqmə çartırıq. Məsələn, desək ki, qucaqlaşdı. Bir də deyirik ki, vidalaşdı. Yaxud da ayaqlandı. Bir də deyirik ki, rahatlandı. Yaxud da bir də deyirik ki, qanadlandı.
Bunları necə tapırıq? Bu hissədə dayanırıq, lalə hissəsində dayanırıq. Bunun əvəzinə buraxmaq və artırırıq. Qucaqlamaq deyə bilirəm. O zaman la leksik, ş leksik. Baxıram, qucaqlaşanda iki tərəf olmalıdır. İki tərəf bir-birini qucaqlamalıdır. Bunu götürürəm qarşılıqlı. Əgər parçalaya bilirəmsə, ş burada tək qalırsa, bunu qarşılıq ya da bircəlik kimi düşünə bilərəm. Yox, əgər vidalamaq. Vidalamaq deyə bilmirəm. Deyə bilmədiyim üçün laş parçalanmır. Bütövlükdə bir leksik olur. Parçalanmırsa, bunu qarşılıq bircəlik düşünə bilmərəm. Yalnız və yalnız məlum ola bilər. Çünki yerdə ş qalmır axı ki, o qarşılığın bircəliyi şəkilçisi olsun. Şəkilçi olmazsa, növü tapmaq olmaz. Birinci şəkilçisini axtarmaq lazımdır. Ayaqlandı sözünə. Ayaqlamaq deyə bilirəm, ayaqlamaq. O zaman la leksik, n leksik parçalanır. Parçalandığı üçün, məsələn, ayaqqabım ayaqlandı kimsə tərəfindən. Bunu məhsul kimi düşünə bilərəm. Məhsul. Çünki burada n məhsulun şəkilçisinə gedər. Rahatlandı, rahatlamaq. Məsələn, uşaq rahatlandı. Özü rahatlanıb da. Bunu da n-yi burada tək götürüb qayıdış kimi düşünə bilərəm. Qanadlandı. Qanadlamaq. Qanadlamaq sözü dilimizdə yoxdur. O zaman lan parçalanmaz. Parçalanmırsa, yalnız və yalnız məlum ola bilər. Deməli, la hissəsinə, laşla lanın, la hissəsinə maq artırırıq. Əgər artırdığımız zaman məna varsa, bu zaman ş tək qalırsa, ya qarşılıq, ya bircəlikdir. N tək qalırsa, məhsul, qayıdış, şəxssiz bunlardan biridir. Onu parçalayandan sonra məzmuna baxıram. Özü icra edirsə qayıdışdır. Mübtəda var, icra edən yoxdursa məhsuldur. Mübtəda yoxdur, icra edən yoxdursa şəxssizdir. Əgər parçalanmırsa, lan, laş, maq artıranda parçalanmırsa, o zaman yalnız və yalnız məlum növ olur. Yəni, qayıdış, məhsul, şəxssiz, heç biri ola bilməz. Məlum növ olur. Feilin qrammatik məna növlərinin şəkilçiləri leksikdir. Feildə yalnız və yalnız qrammatik məna növlərinin şəkilçiləri leksikdir. Qalan heç biri şəkilçiləri keçəcək, daha sonra zamanlar keçəcək, təsriflənməyən formalar keçəcək, məstər, feil, sifət, feili bağlama. Bunların hamısının şəkilçisi qrammatikdir. Yalnız və yalnız növlərin şəkilçiləri leksik şəkilçilər sayılır. Bir də nədə diqqətli olmaq lazımdır? Bəzən testlərdə qarışıq salınan məqamlardan biri. Deyir, aşağıdakılardan biri qayıdış növdədir. Qarşımıza çıxır ki, günəş çıxdı. Baxırıq ki, günəş özü çıxır. Qayıdış da işi özü etməlidir. Bunu tez götürürük qayıdış. Amma diqqətli olmaq lazımdır. Çıxdı sözündə və ya n şəkilçisi yoxdur. Bu şəkilçilər yoxdursa, biz bunu heç vaxt qayıdış götürə bilmərik. Qısacası, birinci feildəki şəkilçiyə baxmaq lazımdır. Növ şəkilçisi varsa, o zaman diqqət etmək lazımdır. Özü mü icra edir, başqası mı icra edir, yaxud icra edən məlumdur, məlum deyil. Onu daha sonra diqqət etmək lazımdır. Əgər şəkilçi yoxdursa, bu yalnız məlum növ olar. Yaxud da deyirəm ki, uşaq yuxudan ayıldı. Ayıldı sözündə, sözün kökü ayıldı. Bu da şəkilçi. Yəni, ay deyil də, ayıldı. O zaman bu, baxmayaraq ki, uşaq özü yuxudan ayılır, məzmunundan qayıdışa bənzəyir. Lakin qayıdışın n şəkilçi iştirak etmədiyi üçün olur məlum növ. Yəni, hər işi öz üzərində görəni qayıdış götürmək olmaz. Yaxud da hər işi başqası görəni məhsul götürmək olmaz. Şəkilçi önəmlidir. Birinci feildə şəkilçini tapmalıyam, növə məxsus şəkilçini. Ondan sonra özü mü edib, başqası tərəfindən icra olunub, ona diqqət etmək lazımdır. Bu feilin qrammatik məna növləri, gələn dərs sizinlə danışarıq. Deməli, feilin şəkilləri və feilin zamanları.